narkotik istifadə ediblər, vena daxili. Necə? Vena daxili də, yəni damara Damar daxili ediblər ha. ediblər yəni. Necə baxırdın ona? Düz baxmamışam. Pis baxırdın da. Ha. Bax məsələn biz də vaxtı təzə başlayanda birinci siqaretdən, qaz balon, moment kley, son laklar var idi o vaxtı. Aseton, ondan elə başladıq. Mən də pis baxırdıq. Yəni bizim çoxumuz o vena daxilidir. Ağır Elə adamlar qollayırdıq yəni. Vaxt gəldi ki, şəxsən məndə olub da, yəni belə bir adamlar olub. Demişəm, özüm idmançı olmuşam. Yəni yaxınlaşanda, yaşayanda dedim, uzaqlaşdırdım ki, siz ara, biz ara. Sonra özümüz o vəziyyətə düşmüşük. Bəli, bəli. Yavaş-yavaş, yüngüldən başlaya. Yəni, bayaqlar nəyə deyəmişəm. lağ eləmişik, Aslında nə etmişik eləməyəcək. Biraz başımıza gəlir. Eləməli dedik. Yine mənim yadıma gəlir 11-ci sinifdə. 11-ci sinif idi, apardılar nəsə peyvənd idi məktəbdə hamında. Üzü istəyən bazımdan bir sinifdə oxumuşam da mən. Yəni, dəftərlərim tadım, musiqamı, dəftərimi bazım elə bir eyni sinifdə oxuyorduk o şeyi. Qaçırdım məktəbdən ki, nə var, iynə vurmasınlar mən. İynədən zəhləm gedirdim. Vaxt gəldi ki, nə bilməyim, mən də yəni qurşandım narkotika. Belə. Uşaq vaxtı mən də atama deyirdim ki, mənə öldürələr siqaret çəkmərəm də, ürəyim bulanırdı onun hissindən. Vaxt gəldi, gözüm asım ki, mən öncə siqaret çəkirəm. Belədir. Mənə də pis təsir edirdim. Misal üçün, kimsə siqaret çəkirdi, ürəyim bulanırdı, ya çəkilirdi, burnumu tuturdum, keçirdim, nə bilim. Düzdür, siqareti gez başlamışam mən 20 yaşımdan sonra. Amma ki, fərqi nədir? Yəni, bugünkü gündə də yəni siqareti ata bilmirəm.